Salam uşaqlar, deməli bugün heyvanlarda hərəkət və dayaq sistemini izah edəcəm sizə. Burada fəaliyyət bölümünü oxuyarsınız, yuxarıda yazılan hissəni də oxuyarsınız. İndi gəlin hərəkət haqqında danışaq. Canlılarda hərəkət nədir? Hərəkətin müxtəlifliyi. Əksər canlılara xas olan əsas xüsusiyyətlərdən biri hərəkətdir. Heyvanlarda hərəkət bəs necə baş verir? Biz bilirik ki, bir hüceyrəli orqanizmlər vardır ki, adi amöb idi. Sitoplazmanın bir yerdən digər yerə axması nəticəsində yaranan yalançı ayaqlar vasitəsilə hərəkət edir. Yəni bu adi amöbün içərisində sitoplazma bilirik ki, həlməşik maddədir da və amöbün bədəni də belə deyək də hüceyrə divarı yoxdur. Çox nazik, yəni plazmatik membranı vardır. Ona görə də sitoplazmanın bir yerdən digər yerə axması nəticəsində hərəkət edə bilir. Yalançı ayaqlar əmələ gətirir. İndi yalançı ayaqlar orta məktəb dilində elə yalançı ayaqlar, amma ali məktəbdə psevdopodilər də deyilir. Amma yəni psevdopodini yadınızda saxlamağa ehtiyac yoxdur. Əsasən yalançı ayaqlar, yəni dim imtahanına yalançı ayaqlar formasında düşür. Yəni bu şəkildə hərəkət edir. Digər bir hüceyrələrdə isə yerdəyişmələr qamçılıların dalğavari hərəkəti, kirpikçiklərin birgə fəaliyyəti sayəsində mümkün olur. Məsəl üçün yaşıl evglena bədənin ön hissəsində qamçı yerləşir, onun vasitəsilə hərəkət eləyir. Digər məsəl üçün infuzor tərlikdir ki, o da kirpikçiklərin 10-15 minə qədər kirpikçiyi vardır ki, bunlar sayəsində öz hərəkətini təmin edir. Ümumiyyətlə belə bir şey deyək ki, canlılarda hərəkətə xidmət edən 4 əsas hərəkət orqanoidi vardır. Bunlar hansılardır? Birinci qamçı, yalançı ayaq, ikincisi yalançı ayaq, üçüncüsü kirpik, dördüncüsü də əzələ lifləri, yəni miofibrillərdir ki, bunlar deməli hərəkətə xidmət edənlərdir. Bunlardan ən qədimi hansıdır soruşsa qamçılardır. Çünki ən qədim ümumiyyətcə orqanizmlər nə idi? Bakteriyalar. Bakteriyaların da qamçısı var idi, elə deyil. Deməli, ən qədim bakteriyadırsa, onda olan qamçı da elə ən qədim sayılacaqdır və arxea erasında təsadüf edilir bu da. Ona görə də ən qədim hansıdır desə, qamçılardır. Arxea erasında bakteriyalarda yaranmışdır. İndi bir də kişilərdə 4 orqanoidin 4-ü də, yəni 4 hərəkət orqanoidin 4-ünə də rast gəlinir. Amma məsəl üçün belə deyək də, bunlar hansılar? Elə qamçı da var. Sonra qamçı nədə var? Spermatozoid də biz bilirik ki, qamçı var. Sonra yalançı ayaqlar. Yalançı ayaqlar belə deyək də, əsasən qadınlarda yumurta hüceyrə yalançı ayaqlara malikdir. Yəni bir də ki, bəs kişilərdə yalançı ayaq nədir desə, o da leykosit hüceyrələrdir. Yəni leykosit hüceyrələri həm qadınlarda, həm də kişilərdə yalançı ayaq əmələ gətirir. Ona görə də yalançı ayaqlar leykositlərdə də vardır. Ondan sonra deməli yumurta hüceyrə leykosit dedik ki, yalançı ayaqlara malikdir. Çox hüceyrəli heyvanlar da mühitdə fəal hərəkət etmə qabiliyyətinə malikdirlər. Məsələn, soxulcanda hərəkət həlqəvi və uzunlu əzələlərin növbə ilə yığılması və boşalması hesabına baş verir. Soxulcanın əzələləri və onların yığılmasının nəticələri. Burada şəkildə görürük ki, həlqəvi əzələlər yığıldıqda bədən bir də onları da qeyd edim ki, biz bayaq dedik ki, o hərəkət orqanoidləri 4 dənə idi. Qoy hamısının adını çəkim. Deməli, biz dedik ki, qamçı, məsələn, çünki kişilərdə qamçı spermatozoiddə oldu, yalançı ayaq leykositlərdə oldu. Leykosit həm qadında da var, kişidə də var idi. Kirpikçiklər, hansı ki burun epitelisi, burunun içərisində kirpikçiklər yerləşir. Qadında da, kişidə də, yəni burun ortaqlıda, orada da kirpiklər vardır. Əzələ lifləri də əlbəttə ki, əzələlərimizdə. Bir dənə bunu da yadınızda saxlayın ki, kişilərdə məsəl üçün 4 orqanoid var, amma 13-14 yaşlarından sonra hərəkət orqanoidlərin növü 4 olur. Yəni hələ yetkinliyə çatmamış olanda 3 olur. Çünki hələ yetkinliyə çatmayanda, yəni spermatozoidləri olmadığına görə qamçılar da olmur. Burada soxulcanın hərəkətinə diqqətlə baxın. Deməli, burada şəkilə diqqətlə baxın, yerlərinə fikir verin. Həlqəvi əzəllər, uzun əzəllər. Soxulcanın bədəni təqqat epitel toxumasından təşkil olunmuşdur. Təqqat epitel toxumasının bilavasitə altında həlqəvi əzələlər, baxın, burada həlqə şəklində əzələlər. Həlqəvi əzələlərin də altında uzunlu əzələlər yerləşir. Yəni, bu dəridir da. Bunun bilavasitə altında həlqəvi, həlqəvinin də altında uzunlu yerləşir. Yəni, nəyin altında yerləşməsinə fikir verin. Həlqəvi əzələlər yığılanda bədən nazikləşir, uzunlu əzələlər yığıldıqda isə bədən yoğunlaşır. Bunu əzbər yadınızda saxlayın. Yəni, əgər çaşırsınızsa, məsələn, belə yadda saxlayın ki, biraz Azərbaycan dili baxımından sizə öyrədəcəm. Məsələn, həlqəvi əzələlər yığıldıqda nazikləşir. Həlqəvi. Əsasən burada yəni incə saytlar var da, elə deyil. Nazikləşir sözündə də, yəni əksəriyyət, yəni bütün demək olar ki, saytlar, deməli əksəriyyət saytlar incə saytlərdir. Elə yadınızda saxlaya bilərsiniz. Uzunlu əzələlər
deməli yığıldıqda bədən yoğunlaşır. Burada da qalın saytlar uzunluğa yoğunlaşır. Bax o şəkildə, yəni saytlərlə yadınızda saxlaya bilərsiniz, incə və ya qalın olması. Və soxulcanın hərəkət sxemi. DİM-də də bundan bir dənə də olsa test var, yəni test nümunəsi var və imtahana da təbii ki də düşə bilər. Bunu da belə yadınızda saxlayın. Ondan sonra deməli, suda yaşayan bəzi canlılar, məsələn, kalmar, meduza reaktiv hərəkət üsulu ilə, yəni bədənindən suyu itəlib çıxarmaqla hərəkət edirlər. Bədəninə suyu yığırlar, sonra bədənini qabağa eləyəndə o su arxada qalır və o reaktiv hərəkət nəticəsində hərəkət edirlər və onlar meduzaya, yəni kalmara baxıb raketlər hazırlamışdılar. Heyvanların hərəkəti qida axtarışına, düşməndən qorunmağa, özünə sığınacaq tapmağa xidmət eləyir. Dayaq sisteminə gəldikdə canlı orqanizmlər öz ağırlığını saxlamaq və xarici təsirlərdən qorumaq üçün əlbəttə ki skeletə malik olur. Biz bilirik ki, əsasən həşəratlarda skelet nədir? Xitindir. Yəni xərçəngdə, hörümçəkdə, həşəratda bunlarda xitin skeleti vardır. Xitin karbohidratdır və tərkibində azot olan yeganə karbohidratdır. Xarici skeletini əmələ gətirir bu xitin və xitinə də daxili hissədən əzəllər birləşir. Heyvan böyüdükcə xarici skelet dağılır və yenisi ilə əvəz olunur. Əlbəttə ki, yəni skeleti dağılmalıdır ki, bədəni böyüyür, skeleti balaca qala bilməz axı. Deməli, yəni ki, skelet ilk dövrlərdə yumuşaq olur. Bəzi heyvanlarda, məsələn, xərçənglərdə o kirəcləşərək möhkəm zireh əmələ gətirir. İndi daxili skeletə baxaq. Dəri və əzələ ilə əhatə olunmuş şəkildə bədən daxilində yerləşir. Bu skelet balıqlar, suda qurda yaşayanlar, sürünənlər, quşlar, məmələrə xasdır ki, əlbəttə ki, bizim skeletimiz daxilimizdədir, elə deyilmi? Daxili skelet sümük və qırdaq toxumasından təşkil olunmuşdur. Skeletin deməli hərəkətli hissəsi oynaqlarla, yəni oynaq hərəkətli sümük birləşmələridir. Skeletə birləşən əzəllərin fəaliyyəti nəticəsində müxtəlif hərəkətlər baş verir. Əzəllərin birgə fəaliyyəti onların yığılması və boşalması nə ilə? Sinir sistemi ilə tənzim edilir. Deməli, burada məsələn xarici skeleti olan yengəc görürük şəkildə, yəni xitin skeletə malikdir. Burada da daxili skeleti olan, məməli olan itdə görürük ki, daxili skeletdir. Fərqli mühit şəraitində yaşayan canlılarda hərəkəti təmin edən müxtəlif ətraflar olur. Yəni əlbəttə ki, mühit şəraitindən asılı olaraq onların hərəkəti də müxtəlif olur və buna görə də ətrafları da müxtəlif olur. Canlıların əksəriyyəti bu ətrafların köməyi ilə addımlayır, qaçır, tullanır, sürünür, üzür. Ondan sonra, yəni məsələn suda yaşayırsa üzəcək, nə bilim, quru yerlərdə, yəni çöldə yaşayırsa qaçacaq, tullanacaq, yəni belə. Sonra burada öyrəndiklərinizi yoxlayın var. Onlara da baxarsınız, tətbiq edin, nə öyrəndiniz, onlar da var. İndi isə bitkilərdə dayaq sistemi və hərəkət. Deməli, burada bu hissələri özünüz oxuyarsınız, fəaliyyət bölümünə də baxarsınız. Bitki orqanizmlərin əsas xüsusiyyətləri fəzada müəyyən vəziyyətdə qalmağa imkan verən dayaq sisteminin olmasıdır. Və bu da mexaniki toxuma vasitəsilə həyata keçirilir. Gövdənin vəziyyətinə gəldikdə, böyümə istiqamətinə görə gövdələr dik duran, ağac, əksər kol və otlar. Bir də sərilən gövdələrə bölünür. Gövdənin vəziyyətinə görə neçə yerə bölünürsə, 2 yerə, dik duran və sərilən. Sərilən gövdələrə mexaniki toxuma az olduğu üçün onlar dik vəziyyətdə dura bilmir. Yəni sərilir də, yerə sərilir. Çünki mexaniki toxuma azdır. Sərilən gövdələr 3 yerə bölünür. Sürünən var, sarmaşan var, dırmaşan var. Sürünənlərə də hamısında, yəni bitkilərin adlarını əzbər bilsəz daha yaxşı olar. Sonra gövdəni fəzada saxlamaq üçün dırmaşan gövdəli bitkilər xüsusi orqanları, məsələn, bığcıqları ilə dayaqdan yapışır. Sarmaşanlar isə bədənlərini dayağa sarıyır. Bu fərq olaraq düşə bilər. Yəni diqqətli olun. Sarmaşan və dırmaşanın fərqi nədir? Gövdəni fəzada saxlamaq üçün dırmaşan gövdəli bitkilər bığcıqları ilə dayaqdan yapışır. Yəni ancaq bığcıqlarını istifadə edir. Amma sarmaşan isə bütöv bədənini sarıyır. Yəni bu onlar arasında fərqdir. Ortaq da ikisi bir yerdə lianları əmələ gətirir. Yəni sarmaşan, dırmaşan gövdəli bitkilər lianlar adlanır. Ağac və ot bitkilərində dayaq sistemini əmələ gətirən mexaniki toxuma quruluşunda və yerləşməsinə görə müxtəlif olur. İndi bitkilərdə dayaq sistemi. Gövdənin qabıq qatında və oduncağında xüsusi mexaniki toxumalardan ibarət liflər yerləşir. Qabıq qatında fleama lifləri yerləşir. Oduncaq qatında isə oduncaq lifləri yerləşir. Onlar divarı qalınlaşmış və daxili möhtəviyyatı məhv olmuş hüceyrələrdən təşkil olunmuşdur.
Bəzi ot bitkilərinin özəyi sorularaq itir və gövdənin içərisi boş küləş gövdə əmələ gətirir. Deməli, dairə şəklində gövdədə yerləşən mexaniki liflər möhkəm dayaq əmələ gətirərək ot bitkilərinin əyilməsi zamanı onların sınmasının qarşısını alır. Kökdə və yarpaq damarlarında mexaniki toxumalar əsasən ötürücü toxumaların ətrafında yerləşir və onlara möhkəmlik verir. Yəni, burada diqqətli olaq. Mexaniki toxumalar harda yerləşir? Kök və yarpaqda, ötürücü toxumaların ətrafında. İndi hüceyrə turqoru. Bəzi bitkilər kifayət qədər su udur. O qədər su udur ki, orada yəni şişkinlik yaranır. Yəni məsəl üçün yarpaqda şişkinlik yaranır və ya gövdədə. Hüceyrə mayesinin bütün hüceyrə divarlarının təzyiqi artır. Hüceyrə divarı gərilir, bitkiyə və onun orqanlarına möhkəmlik verir. Bu vəziyyət turqor adlanır. Turgere şişkin, dolmuş deməkdir. Nəticədə gövdə fəzada müəyyən vəziyyətdə qalır. Bu turqorda bir yandan əlbəttə ki, mexaniki bir funksiya daşıyır. Sanki mexaniki toxuma funksiyasını daşıyır. Elə bitkilər var ki, onlarda mexaniki toxuma azdır. Onlar su udur, bədənlərini şiş vəziyyətdə saxlayır, yəni belə şaxlı deyək də, şaxlı vəziyyətdə saxlayıb özünü düz saxlamağı bacarır. Su doldurur içinə, yəni özünü şişirdir də, belə deyək. Onun nəticəsində şaxlı vəziyyətdə öz möhkəmliyini qoruyub saxlayır. Və qeyd edək ki, bitkilərdə biz dedik ki, heyvanlardan fərqli olaraq hüceyrə divarı var da, elə deyil. Deməli, hüceyrə divarı var olduğuna görə bitkilər su udanda şişib partlamır da, yəni. Amma heyvan hüceyrəsi olarsa, yəni o qədər su udsa, onun hüceyrəsi partlaya bilər. Çünki hüceyrə divarı yoxdur. Bitki və göbələklərdə hərəkət. İndi, bitki və göbələklərin əksəriyyəti təbii ki də aktiv hərəkət etmir, yəni passiv hərəkətə malikdirlər bunlar. Lakin bu orqanizmlərdə baş verən böyümə prosesləri nəticəsində müəyyən hərəkətlər, məsələn, bitkinin adicə belə deyək də çiçək açması, sonra məsələn günəbaxan bitkisinin gün olan tərəfə boylanması, bu da passiv də olsa hərəkətə aiddir, hərəkət deməkdir. Daim işığa doğru əyilir. İşığa doğru əyilməsinə səbəb, bəli, işıq düşən hissəsində olan hüceyrələrin zəif, əksinə, kölgəli tərəfində yerləşənlərin isə sürətli bölünməsidir. Yəni, bunu qarışdırmayın. Kölgəli tərəfində yerləşənlər sürətlə böyür. Burada yəni bitki hormonları daha yaxşı olduğuna görə auxinlər daha sürətlə bölünmə gedir kölgəli yerdə. Kölgəli hissədə hüceyrələr daha çox bölündüyünə görə işıqlı hissəyə nisbətən daha tez böyüyür. Bunu yəni hər hansı bir bitkini qaranlıqda saxlasaq, gövdənin uzanır. Yəni gövdənin uzanması bunu sübut edir. Ondan başqa, yəni yarpaqların işığa doğru əyilməsi, çiçəklərin açılması da hərəkətə misaldır. Belə hərəkətlər sayəsində bitki orqanı işıq, rütubət və qida maddələrindən maksimal səviyyədə istifadə edə bilir. Bitkilərdə bəzi hərəkətlər xarici amillərin təsirindən yaranır. Məsələn, bitkinin əsas kökü yerin cazibə qüvvəsinin təsiri ilə aşağıya doğru, əsas gövdəsi işığın təsirindən yuxarıya doğru inkişaf edir. Hətta bu özü də bir hərəkət növüdür. Yəni xarici amillərin təsirindən yaranan hərəkət növüdür. Burada da bitkilərdə gövdə müxtəlifliyi şəkillərə baxarsınız, tapşırıqlara da həmçinin mütləq baxarsınız. İndi isə gələk bitkilərin deməli yeraltı qidalanmasına nəzər yetirək. Deməli, orqanizmlər qidasız yaşaya bilmədiyindən xarici mühitdən daim qida maddələri alır. Hər bir orqanizm, yəni canlıdırsa təbii ki də qidalanmalıdır. Bunun nəticəsində də böyüyür və inkişaf edir. Bitkilərin bir çoxunun da qidalanmasında kök iştirak edir. Yəni kök vasitəsilə torpaqda olan su və mineral maddələri udur. Belə deyək də, bu yeraltı və ya torpaqdan qidalanma adlanır. İndi kök təzyiqi. Kök təzyiqi əmici tellərlə udulan su və mineral duzlar kökün qabıq hüceyrələrindən keçir, kök borucuqlarına çatdırır. Buradan borucuqlar vasitəsilə həm kökün yaratdığı təzyiq, həm də yarpaqların sorucu qüvvəsi, yəni gövdənin sorucu qüvvəsi vasitəsilə yuxarıya doğru qalxır, yəni gövdəyə ötürülməsini təmin edir. Biz əgər bitkini ilıq su ilə suvarsaq, su boru ilə daha tez qalxacaq. Amma əgər temperatur aşağı olarsa, həddindən artıq soyuq su olarsa, o zaman donur. Yəni bitki donur, suyu yuxarı qaldıra bilmir. Suyun sovrulması azala da bilər, dayana da bilər, kök təzyiqi də aşağı düşür. Bitkilərə lazım olan maddələr. Bitki hüceyrələrinin tərkibinin əsas hissəsini su təşkil edir. Bitkilər əlbəttə ki, yəni ümumiyyətlə heç bir orqanizm, canlı orqanizm susuz yaşaya bilməz. Belə deyək də, həm böyümə dövründə, həm də meyvələr yetişdikdə suya tələbatı azalır. Bitkiləri su və mineral maddələrlə torpaq təmin edir. Və bunlar üçün əsas qida elementləri vardır ki, hansı ki onlar azotdur, fosfordur, bir də kaliumdur. Bitkiyə daha çox lazım olur. Amma digər kənar elementlər var, dəmirdir, misdir, yoddur, bordur. Bunlar isə daha az miqdarda lazım olur.
İndi isə belə deyək, baxaq görək bu hansı və iki yerə bölünür də, yəni gübrələr olmaqla, üzvü və mineral gübrələr olmaqla. Üzvü gübrələr elə peyindir, torfdur, quşsuludur, bitki, heyvan çürüntüləridir, üzvüdür. Mineral gübrələr azotlu, fosforlu və kaliumlu, yəni tərkibində əsas qida elementləri olan gübrələrdir. Azotlu gübrələr və xüsusiyyətləri mütləq şəkildə əzbərləmək lazımdır. Ümumiyyətcə burada yəni hər bir şey bilmək lazımdır. Deməli, azotlu gübrələr yerüstü gövdənin və yarpaqların böyüməsini sürətləndirir. Azotlu yerüstü gövdənin və yarpaqların böyüməsini. Əgər belə deyim də, yadınızda qalmırsa, məsəl üçün azotlu gübrələr nəyi təmin edir, fosfor nəyi təmin edir, kaliumlu nəyi təmin edir. Belə yadınızda saxlaya bilərsiniz ki, məsələn, az ot, yəni az ot, ot sözündən ot necə olur? Normalda yaşıl olur, da elə deyilmi? Yerüstü gövdə də yaşıl olduğunu və yarpaqlar da zaten yaşıl olduğuna görə, deməli, az otlu gübrələr yerüstü gövdə və yarpaqların böyüməsini sürətləndirir. Fosforlu gübrələr. Fosforlu gübrələr çiçək açmanı, meyvələrin inkişafını və yetişməsini. Fosforda məsəl üçün meyvələrin inkişafını deyil və yetişməsini, bir də çiçək açmanı. Meyvə ingilis dilində belə deyək də fruit deməkdir. Bu iki sözdən yəni yadınızda saxlaya bilərsiniz ki, fruit, meyvə, fosfor. Yəni ona görə də fosforlu meyvələrin inkişafını və yetişməsini, bir də çiçək açmanı da yadınızda saxlayarsınız və soyuğa davamlılığı artırır. Kaliumlu gübrələrdə kalium kök, yəni o şəkildə köklər, sonra yeraltı şəkil dəyişmə, soğanaqlar, gövdə və kök yumruları, yəni gövdə və kök yumruları məsələn kartof, kalium o şəkildə yadınızda saxlaya bilərsiniz. Kalium, kartof. Və soyuğa bir də quraqlığa davamlılığı artırır. Bax, fikir versəz, fosfor ancaq soyuğa davamlılığı artırır. Kalium isə həm soyuq, həm də quraqlığa davamlılığı artırmış olur. Kök özü Paleozoy erasının Silur dövründə əmələ gəlmişdi. Plaonlarda əmələ gəlibdi ilk dəfə kök. Deməli, indi isə bunların belə deyək də mənimsənilməsinə baxaq. Mineral gübrələr duz halında olduğundan bitki tərəfindən daha tez mənimsənilir. Ümumiyyətcə, bütün gübrələri əkindən qabaq və ya əkin zamanı müəyyən norma daxilində torpağa vermək lazımdır. Təbii ki də torpağa həddindən artıq çox gübrə verilərsə, bu həm insan onunla qidalanan, yəni ki, canlı orqanizmlər üçün də ziyandır və bitkinin özü üçün də ziyanlı ola bilər. Amma məsəl üçün, üzvü gübrələr isə daha gec mənimsənilir. Məsəl üçün, ən gec mənimsənilən belə peyindir ki, onu əsasən payızda verirlər. Payızda, qışda belə mənimsənilir, yazda artıq əkinə başlaya bilərlər. Burada tapşırıqlara baxarsınız. Deməli, indi isə bitkilərin havadan qidalanması və fotosintez hissəsinə baxaq. Burada o kiçik hissəni mən özüm oxuyum sizə. Deməli, Hollandiyalı alim Helmont bitkilər üzərində bir təcrübə aparır. O nə edir? Dibçəkdəki torpağı və söyüd bitkisini ayrı-ayrılıqda tərəzidə çəkir. Sonra o söyüdü, həmin dibçəyə əkir, vaxtaşırı sulayır. Düz 5 il gözləyir. 5 il ərzində bitkinin tökülən yarpaqları ilə birlikdə kütləsi 74,5 kiloqram artır. Torpağın kütləsi isə 57 qram azalır. Helmont da belə qənaətə gəldi ki, bitki böyümə üçün zəruri olan bütün maddələrini torpaqdan deyil, yalnız sudan alır. Əslində, yəni, bu fikir səhv idi. Çünki bitkilər kökləri vasitəsilə yalnız su və suda həll olunmuş mineral maddələri udur. Yəni, o deyir ki, torpaqdan qidalanmayıb da bu bitki. Təkcə yəni sudan alıbdı maddələri. Xeyr, o torpaqdan qidalanır. Elə torpaqda olan kökləri vasitəsilə, yəni torpaqda olan su və suyun içərisində həll olunmuş mineral maddələri udurdu. Sonra burada fəaliyyət bölümündə bir dənə təcrübə var. Deyir ki, bəs bitkilər üçün həyat fəaliyyəti üçün zəruri olan üzvü maddələr necə yaranır? Təbii ki də fotosintez prosesi nəticəsində yaranır. Burada fəaliyyət bölümü var. Mütləq yəni baxarsınız, yəni bu hətta situasiya olaraq da düşə bilər. Demin kitabında olmalıydı, yəni imtahana da düşə bilər. Ona görə bura baxmağınız mütləqdir. Ondan sonra fotosintez bitkinin havadan qidalanmasında iştirak edən əsas orqan yarpaqdır. Bax, bitkinin yeraltı, yerdən qidalanmasını təmin edən kökdür. Havadan qidalanmasını isə təmin edən yarpaqdır. Ağızcıqlardan yarpağa hava daxil olur ki, onun da tərkibində olan karbon qazından fotosintez prosesində istifadə olunur.
Yarpaq hüceyrələrdəki xloroplastlarda günəş enerjisini udma xüsusiyyətlərinə malik təbii ki də xlorofil olur. Əmici tellərlə torpaqdan su və mineral maddələr udulur və kökün ötürücü boruları ilə gövdəyə, oradan yarpaqlara ötürülür. Yəni qeyd edim ki, belə deyək də, fotosintezin baş verməsi üçün yalnız günəş enerjisi lazım deyil də. Lampa işığı da olsa, orada fotosintez gedə bilər, yəni bitkidə. Deməli, elə günəş bu əslində yəni fotosintez yuxarı siniflərdə daha aydın izah olunubdur. Ona görə də burada da elə üstünə keçməyə ehtiyac yoxdur. Yəni üstünə daha çox getməyə ehtiyac yoxdur. Deməli, karbon qazı və su daxil olur bitkiyə. Bitki də üzvü maddə və oksigeni xaric edir. Yəni torpaqdan su və mineral maddələr daxil olur bura. Ətraf mühitdən də karbon qazı daxil olur, günəş işığı daxil olur, oksigen də xaric olunur. Aha. Deməli, elə qeyri-üzvü maddələrdən üzvü maddə yaradan orqanizmlər avtotrof adlanır. Avtotrof yəni ki, özü qidalanır. Autos özü, trofik qida, özü qidalanır. Əsasən yaşıl bitkilər, yəni fotosintez edə bilən bitkilər, xlorofilə malik olan bitkilər avtotrof bitkilər hesab edilir. Fotosintezin bəs əhəmiyyəti nədir? Həmin o fotosintez nəticəsində bitkilər qeyri-üzvü maddələrdən üzvü maddə sintez edirlər və digər orqanizmlərdə həmin artıq fotosintez nəticəsində üzvü maddə yaratmış bitkini yedikdə onların da bədəni üzvü maddə ilə zənginləşir. Canlıların tənəffüsünü təmin edən oksigen də fotosintez nəticəsində alınır. Sual oluna bilər ki, yəni bütün necə deyim, bitkinin bütün hüceyrələri tənəffüs edirmi? Xeyr. Bitkinin yalnız canlı hüceyrələri, əlbəttə ki, yəni göz önündədir ki, ölü hüceyrə necə tənəffüs etsin? Yalnız canlı hüceyrələr, yəni bitkinin yalnız canlı hüceyrələri tənəffüs qabiliyyətinə malikdir. Sonra burada öyrəndiklərinizi tətbiq edin, nə öyrəndiniz? Öyrəndiklərinizi yoxlayın, baxarsınız. Bunu belə qısa çəkirəm. Heyvanların belə deyək, qidalanmasına da başqa bir video yükləyəcəm ki, video çox uzun olmasın. Hələlik sağ olun. Əgər başa düşmədiyiniz nəsə olursa, deyərsiniz, şərhlərdə cavablandıracağım.